Hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Mən Şamxan Sadıqlı. Bugünkü video izahda MİQ və sertifikasiya hazırlaşan ibtidai sinif müəllimlərinə dəstək üçün riyaziyyatdan paylaşdığım qızıl sınaq 5-in izahına baxacağıq. Qeyd edim ki, sınağın linki rəy bölməsində yerləşdirilib. Kimlərsə sınağın linkini əldə etmək istəsə və ya işləməyibsə, işləmək istəsə, rəy bölməsindən linkə daxil ola bilər. Və dərslərimizdə qoşulmaq və ya dərslərimiz haqqında məlumat əldə etmək üçün 055 780 66 37 nömrəsinə zəng vura və ya WhatsApp-da yaza bilər. Video izahların sizə bir faydası varsa, kanala abunə olmağı və əsasda bildirişi aktiv etməyi unutmayın. Və sizlər də dəstək üçün videonu bəyənib paylaşa bilərsiniz. Hər birinizə uğurlar olsun. Başlayaq sualların izahına. Birinci sualdan başlayırıq. Birinci sualda bizə deyir, 4 il əvvəl ailənin 4 üzvünün, ata, ana və 2 uşağın yaşları cəmi 75 idi. İndi yaşları cəmi nə qədər olar? 75-in üzərinə gəlirik. 4 ataya görə, 4 ana və 4 uşağa və digər uşağa görə. Yəni 4 nəfər olduğuna görə 4 dənə 4 gəlir. 4 4-ün 16, 75, yəni hal-hazırda yaşları cəmi edir 91. Bu bizim yadımızda. Və deyir ki, ata-anadan 4 yaş böyükdür. Uşaqların yaşları fərqi 3-dür. Böyük uşağın indiki yaşı, ananın indiki yaşının 4də 1 qədərdir. Kiçik uşaq doğulanda atanın neçə yaşı vardı? Qeyd edək, ata, ana, böyük uşaq və kiçik uşaq. Müxtəlif cür həll edə bilərik, yəni tənliyi müxtəlif cür qura bilərik. Tüm video izahlarda qeyd etdiyim kimi çalışacağım ki, ən sadə formada yazım. Kəsir burada 4də 1-dir. Daha rahat forması. Ananın yaşının deyir ki, indiki yaşının 4də 1. Ananın indiki yaşını 4x götürərək ki, çünki 4x-in 4də 1-i daha rahat tapılır. 4-ü 4-ə böləndə elə 1x. Və deyir ki, böyük uşağın yaşı ananın indiki yaşının 4də 1-i. Yəni 4x-in 4də 1-i böyük uşaq olur 1x. Və ata anadan 4 yaş böyükdür. Atanın yaşı onda olur 4x plus 4, yəni ananın yaşının üzərinə 4 gələndə atanın yaşını tapırıq. Və uşaqlar arasında yaş fərqi 3-dür. Deməli, böyük uşağın 1x yaşı varsa, kiçik uşaq 1x çıxılsın 3. Bundan 3 yaş kiçik olmuş olacaq. Və bunların da hal-hazırda yaşları cəmi neçədir? 91. Onda bu tənliyi həll edərək, yəni bunların cəmi, ümumi toplayaraq. 4x, 4x, 8x, 1x, 9, 1x eləyir 10. 10x plus 4 çıxılsın 3 bərabər 91-ə. Onda onlar 10x bərabərdir. Çıxılsın 3 sağa keçəndə 91 üstə 3. 94. 94-dən də plus 4 sağa keçəndə çıxma olur. 4-ün çıxanda qalır 90. 90-ı da 10-a bölərik. X bərabər olar 9-a. Bizə deyir ki, kiçik uşaq anadan doğulanda kiçik uşağın yaşı nə qədər qeyd etmişdik? X çıxılsın 1x çıxılsın 3 qədər. Bunda kiçik uşağın yaşı olacaq. X-də 9 tapdığımıza görə 9 çıxılsın 3, yəni 6 yaş. 6 yaşı. Atanın neçə yaşı vardı? Atanın da yaşı 4x plus 4-dür axı. X-i 9 tapdığımıza görə 4 vur 9-a. 36 üzərinə 4 gələndə bərabər eləyir 40. Kiçik uşağın 6 yaşı var. Neçə il bundan qabaq anadan doğululdu? Təbii ki, 6 il bundan qabaq. Yəni yaş fərqini bizdən soruşur. Onda həmin vaxt atanın neçə yaşı olub? 40-dan çıxırıq 6-sı. Cavab edir 34. C variantı. Keçək növbəti suala. İkinci suala baxırıq. İkinci sualda bizə deyir. Kater çayın axını ilə 4 saata 140 km yol gedib və katerin durğun sudakı sürəti çayın axın sürətindən 6 dəfə çox və deyir ki, axına qarşı 3 saat, göldə də 2 saata cəmi nə qədər yol gedir. Qeyd edək, katerin sürəti, çayın sürəti, axın ilə yazaq, bir də axına qarşı. Katerin sürəti və çayın sürətini bilmədiyimizə görə x, katerin sürəti bundan deyir ki, 6 dəfə çox, 6x olacaq. Axın ilə deyəndə biz nə etməliyik? Sürətlər cəmi, yəni 6x üzərinə gəlir x. Və deyir ki, həmin vaxt, yəni çayın axını ilə 4 saata 140 km yol gedir. Yəni 6x üzərinə gəlir x. Sürətlər cəmi vurulsun 4 saata. 4-ə vururuq və bərabər 140-a. 140-ı 4-ə böləndə bu edər 35. 6x-dən x gəndə 7x bərabər 35-ə. 35-i 7-yə böləndə x bərabər olar 5-ə.
Onda biz deyərik ki, katerin sürətini 6-nı 5-ə vuranda 30, çayın sürəti x olduğuna görə x ilə 5-dir, 5-dir və axın ilə 7x olduğuna görə 7 5-in 35-dir. Axına qarşı deyəndə isə nə edirdik? Katerin sürətindən çayın sürətini çıxırdıq. Yəni 30 çıxılsın 5, axına qarşı sürət olacaq 25. İndi bizə deyir ki, axına qarşı 3 saat. Yəni 25 sürəti də axına qarşı 3 saata nə qədər gedir? 25-i 3-ə vuranda, yəni sürəti vuranda zamana gedilən yolu tapır. Bu edər 75 kilometr. Göldə, durğun suda bilirik ki, göldə durğun su deyirsə, katerin öz sürəti nəzərdə tutur. Yəni su orada artıq katerə nə mane olur, nə də ki, ona kömək etmiş olur. 2 saatda oradan gedəcək, yəni sürəti 30-dur. 2 saata nə qədər gedər? 32-yə vuranda 60. Cəmi deyir nə qədər yol gedir? Toplayarıq. Cavabımız edər 135 kilometr, yəni A variantı. Keçək növbəti suala. 3-cü suala baxırıq. 3-cü sualda deyir, verilmiş çevirmələrdən neçəsi yanlışdır? 5 kilometr 40 metr 6 desimetr. Bizə deyir ki, 504 1000 60 santimetrdir. 1 kilometr 1000 metrdir. 1 metrdə deməli 100 santimetr. 1000-i 100-ə vuranda bu eləyir 100 min. Deməli 5 kilometr eləyəcək 500 min santimetr. 40 metr 1 metr 100 olduğuna görə 40-ı 100-ə vuranda bu deyiləcək 40 arxasında 2 0, yəni 4000 santimetr. 1 desimetrdə 10 santimetr olduğuna görə bu deyilir 60. Deməli 500 min üzərinə gəl 4000, bu eləyəcək 504 min, üzərinə 60, 504 min 60. Birincisi doğru olmuş olur. İkincisində 4 ton 5 sentiner 12 kilogram. 1 ton birinci kiloqrama çevirək, rahat şəkildə görək. 1 ton 1000 kilogram. 4 tona deyəcək 4000 kilogram. 1 sentiner 100 olduğuna görə 5 sentiner 500, 12 kilogram da öz yerində. Yəni bu ümumilikdə 4512 kiloqramdır. Kiloqramı da qrama çevirəndə 1000-ə vururuq, arxasını 3 0 yazırıq. Çünki 1 kiloqram 1000 qramdır. Deməli ikincisi də doğrudur. 2 sutka 14 saat 25 dəqiqə deyir. 3845 dəqiqədir. 1 sutkamız 24 saatdır. Onda 2 sutka 2-ni vuranda 24-ə, bu eləyir 48 saat. Və 48 saatı da 14 saatda burada bir dəfənin üzərinə 14 gələrik. Bu edər ümumilikdə 62 saat. Bizə dəqiqə ilə dediyinə görə 62 saatı dəqiqə çevirmək üçün 62-ni vurmalıyıq 60-a. Çünki 1 saatımız 60 dəqiqədir. 0 yazaq, 6 2 12 bir yadda. 6 6 36, o da 1 37. 3720 dəqiqə və burada da əlavə deyir ki, 25 dəqiqə var. Plus üzərinə də 25 gələr. Bu edər 3745 dəqiqə. Amma burada isə 3845 yazır. 3700 olmalıdır. Üçüncüsü yanlışdır. 3 yanlış. Da çıxma işarəsi qoyaq. Davam edirik. 12 kvadrat metr, 5 kvadrat desimetr və 4 kvadrat santimetr bizə deyir ki, 120504 kvadrat santimetrdir. 1 metr 100 santimetrdir. 100-ü 100-ə vuranda bu deyilir 10.000. 12-ni 10.000-ə vuranda bu deyir 120.000. Bura 120.000 yazaq, başqa rəngini yazaq. 120.000. 120.000. 1 desimetr 10 olduğuna görə kvadratı isə 10'u 10'a vuranda 100 edir. 5'i 100'ə vuranda bu deyilir 500 və 4 ilə də işimiz yoxdur. Deməli 120.000 üstə 500 gəndə 120.500, o da 4, 120.504. Deməli bu da doğru. 5-ci 3 hektar 5 ar 12 kvadrat metr. 1 hektarımız 10.000'dir. 1 hektar 10.000 kvadrat metr isə 3 hektar 3'ü 10.000'ə vuranda bu deyilir 30.000 kvadrat metr. Burada isə baxırıq ki, nə qədər yazıb? 35.000. Digərlərinə baxaq. 5 ar yazıb. Bir də saniyə. Bunu silə qarışıq düşməsin. Buradan yazaq. Deməli oldu. 3 hektar bərabərdir 30.000 kvadrat metrə. 5 ar. 1 arımız 100 kvadrat metr olduğuna görə 5 ar 500 kvadrat metr. 12 kvadrat metrlə də bir işimiz yoxdur. Onda olacaq 30.512. Burada isə 35.000 yazıb. 30.000 olmadı. Bu da yanlış. Yəni 5-incisi də yanlış. 6-cısına baxaq. 6-cısında isə deyir 4 litr 250 millilitr 4250 kub santimetrdir. Deməli 1 litr
bərabərdir 1 desimetr kubuna. 1 desimetr 10 santimetr olduğuna görə 13 dəfə öz-özünə vuranda bu deyilir 1000 kub santimetr. 1 litrimizdə 1000 millilitrdir. 1000 millilitr. Deməli buradan 1000-i 1000-ə bölsək 1 millilitr bərabərdir 1 kub santimetr. Bunu da təkrar etmiş olduq. 4 litr 4000 o da 250. Onda 4250 millilitr bərabərdir. Sıfırında yazaq. 4250 kub santimetr. Deməli bu da doğru. Yanlış olanlar oldu. 3 və 5. Neçəsi deyir yanlışdır? İkisi yanlış oldu. Yəni cavabımız oldu B variantı. 4-cü suala baxırıq. 4-cü sualda bizə deyir: minişlərə qədər yuvarlaşdıqda 24 minanın ən böyük rəqəmləri müxtəlif tək ədədlər. Birinci bunu yazaq. Ən böyük dediyinə görə minişlərə qədər biz ən böyük minli deyəndə üzərinə 499 yazırıq. Yəni bu edir 24499. Və şərtlərə bir-bir baxaq. Şərtdə nə deyir? Ən böyük oldu. Sonra deyir ki, rəqəmləri müxtəlif. Rəqəmləri müxtəlifsə bu 24 mindən işimiz yoxdur. 24 min olduğu kimi yazıldı. Baxın, ikincisində baxırıq ki, 4'dür. Burada da 4 var. Biz artıq 4'ü təkrar yaza bilmərik. Çünki rəqəmləri müxtəlif şərti olmalıdır. Bunda digər bütün ədədlər ən böyüsü budur axı. Digər yaza biləcəyimiz bütün ədədlər bundan kiçik olmalıdır. Onda 4'dən kiçik ən böyük neçə yaza bilərəm? 3. Buradakı 9 olduğu kimi yazaram, ən böyük deyil. Buradakı 9'u eynən olduğu kimi yazsam yenə 9 eyni olar. O 9'u onda deməli 9'dan kiçik yazmalıyım. Böyük yaza bilmirəm. Onsuz ən böyük rəqəm 9'dur. Və nə olmalıdır? Tək olmalıdır. Yəni 8 yazsam yenə uyğun olmaz. Cüt olar, deməli 7. Yəni birinci ədədimiz oldu neçə? 24397. Bütün rəqəmlər müxtəlifdirmi? Bəli. Təkdirmi? Bəli. Sonra isə deyir, ikincisində deyir, yüzlüklərə qədər yuvarlaşdıqda 15600 alınan ən kiçik. Ən kiçik deyəndə deyirik ki, yüzlüklərə qədər dediyinə görə 50'sini çıxırıq, yəni ədəd olur. 15600-dən 50'sini çıxanda 550, 15550. Yenə şərtə baxırıq. Deyir ki, rəqəmləri müxtəlif. 15 ilə bir işimiz yox. Bu 5 artması üçün buradakı 5, yəni ən kiçiyi budur. Digər bütün ədədlər bundan böyükdür. Yəni biz 5'dən artıq kiçik yaza bilmirik. Məcbur olaraq 5'dən böyük, amma ən kiçik neçəni yaza bilərik? 6'nı. 6 yazarıq. Sonra ən kiçik rəqəm neçəni yaza bilərik? Buradakı 5'in əvəzini 0 yazarıq. Sonra bizə deyir ki, cüt olsun. Yəni 1 yazsaq tək olar. Onda məcbur neçəni yazırıq ən kiçik cüt ədəd? 2'ni. 0 da yazsaydıq təkrarlanma olardı. Baxın burada. 0 yazsaydıq təkrarlanma olardı. Şərtə uyğun olmazdı. Məcbur 2'ni yazmış oldu. Demək digəri də oldu 15602. Bunların fərqinin, yəni 24397-dən çıxırıq 15602. Yerdə qaldı 5, 9, 13, 6, 7, 8, 8795 etdi. Və fərqinin rəqəmləri cəmi, yəni 8 üzərinə 7, 15, üzərinə 9, 24, üzərinə 5, cavab etdi 29. D variantı. Keçək növbəti suala. 5-ci suala baxırıq. 5-ci sualda uzunluğu enindən 18 cm böyük olan düzbucağın perimetri 96 cm-dir. Birinci bu düzbucağın elə enin uzunluğunu tapaq. Deməli, uzunluğu enindən 18 cm böyük. Yəni eninə x desək, uzunluğu onda x plus 18 olacaq. Düzbucağının da perimetrini tapmaq üçün n ilə uzunluq toplanır. Yəni x üzərinə gəlir x plus 18 vurulur 2'yə. Çünki qarşı tərəflər eynidir. Bərabərdir 96. 96-nı 2'yə bölsək, düşər 48. X də x, 2x plus 18 bərabər 48'ə. 48'dən 18'in çıxanda 2x bərabər olur 30'a. 32'yə böləndə x bərabərdir 15'ə. Deməli, bu düzbucağın eni 15. Uzunluğu isə x plus 18-dir axı. 15 üstə 18, 33'müş. Nə deyir bizə? Buradakı tənliyi artıq silə bilərik. Məncə ehtiyac qalmadı. Davam edirik. Deyir ki, düzbucaqlını 2 elə kiçik düzbucaqlıya böldülər ki, onlardan birinin perimetri 60 cm olan kvadrat oldu. Kvadrat onsuz bilirik ki, düzbucaqlıdır. Yəni düzbucağın xüsusi bir halıdır. Kvadrat olubsa və perimetri 60-dırsa, bilirik ki, kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Yəni 60 böl 4 tərəfi olduğuna görə kvadratın 4'ə düşür 15. Yəni kvadratın tərəfi mütləq neçə olmalıdır? 15 olmalıdır.
Yəni həmin kvadratı tutaq ki, burada, tərəf burada 15, tərsə burada mümkündür, düzdürmü? 15-in 15-ə 1 kvadrat kəsib nə etdilər? Götürdülər. Bax, həmin o götürülən kvadrat hissə bax budur. 15 bura, 15 bura, bütün tərəflər 15-15 götürülür. Yerdə qalan düzbucaqlı, məsələn, belə bir formada oldu. Necə olacaq? 15 yenə enir. Uzunluğu artıq əvvəl 33-dür, 15-i getdi. Həmin elə bu çox qədər qaldı. Yəni, bir saniyə, 18 santimetri çox qədər qalmış oldu. Bura isə 18. 18. Bizə indi deyir ki, digər düzbucaqlının daxilinə çəkilə biləcək ən böyük kvadratın perimetrini tapın. Yenə də ən böyük kvadrat tərəf 15 deyilmi? Yəni 15-in 15-ə yenə bir kvadrat çəkə bilər. Yenə də cavab 15 vur 4-ə, yenə cavab 60 etmiş. O olur. Əslində burada bir dəfəlik də cavabı yaza bilərdi. Bir dəfəlik cavabı necə yaza bilərdi? Bir dənə perimetri 60 olan kvadrat ayırıblar. 60-ı böləndə biz 4-ə düşür 15. Digər tərəf, yəni bu 18 qalan hissə var. O da 15-dən çox olduğuna görə digər götürə biləcəyimiz kvadratında tərəfi elə 15 ola bilər. Yox, əgər 15-dən aşağı olsaydı, məsələn deyirəm, burada tutaq ki 12 olsaydı, digər götürə biləcəyimiz ən böyük kvadrat deyəcəkdik 12. 10 olsaydı deyəcəkdik 10. Və yaxud da 14 olsaydı deyəcəkdik 14. 15-dən böyük olduğuna görə bu tərəf 2 qatı deyil. Yəni 2 qatı qədər də götürə bilmirik. Sadəcə buradakı kvadratın, daha doğrusu düzbucaqlının eyni qədər biz böyük düzbucaqlı, belə deyək, kvadrat içindən götürə bilirik. Yəni yenə də 60 götürə bilirik. 15-in 15-i olan, yəni perimetri 60 olacaq. 15-in 15-i olan, belə deyək, bir kvadrat götürürük və onun da perimetri artıq 15 götürəndə yerdə qalan düzbucaqlı belə deyək, bu formada olur. 15-i orada götürəndə 18-dən 15-in bir tərəf 3 qalır, digər tərəf 15 olduğu kimi qalır. Çünki bura 15-dirsə, burada 15. Yəni belə bir şey qalmış olur. Yəqin ki, fikrim aydın olmuş oldu. Keçək növbəti suala. 6-cı suala baxırıq. 6-cı sualda bizə deyir: Elnur və ailəsi 3 günlük səyahətə çıxmaq üçün maşın icarə götürməlidir. Onlar səyahət boyu 400 km yol gedəcəklərini planlaşdırıblar. Cədvəldəki məlumatlara əsasən Elnurun minivan əvəzinə sedan seçərsə, ümumi xərci nə qədər azalacaq? İndi baxaq, birinci, sedanda xərci nə qədər olur? Gündəlik deməli 40 AZN-dir və 3 günlük götürəcək axı. Birinci sedan üçün baxaq, su ilə qeyd edək. Gündəlik 40 AZN-dirsə 3 günə 3 vur 40-a 120 manat gündəlik icarə pulu. Buradan. Sonra isə deyir ki, 400 km də yol gedəcək. 400 km yol 1 kilometrinə 0,15 manat, yəni 15 qəpik xərclənsə, 400 kilometrə nə qədər xərclənər? 400-ü vurmalıyıq 0,15-ə. Və burada vergülən sağa 2 rəqəm 2 0 gedər. 4-ü 15-ə vuranda 60 manat da buradan edər. Başqa bir şey varmı? Başqa bir şey yoxdur. Ümumi cəmi nə qədər xərc edəcək? Toplayanda bunu 120 üstə 60, bu edir 180 manat. İndi isə minivan bunun üçün baxaq. Qeyd edək. 3 günlük günü 55 manat. 3 günə onda 3 günü vuracağıq 55-ə. 3 5-in 15, 165 manat buradan. Və 1 kilometrə 20 qəpik işlədirsə, 400 kilometrə nə qədər işlədər? 400-ü vuracağıq 0,20-yə. Yenə də vergülən sağa 2 rəqəm var. Bunu 0,20-ni 5-də 1 manat kimi yaza bilərsiniz. Eyni şeydir. 0 gedər və 4 vur artı 20 kimi olur. 4-ü 20-yə vuranda bu edər 80. 165 üstə 80 gəlir. 5, 245 manat bu edər. Yəni nə qədər azalacaq xərci? Əgər minivan ilə geçsəydi, minivan nə qədər edəcəkdi xərci? 245. Amma sedan ilə geçsə 180. Xərci nə qədər azalar? Böyükdən kiçiyə çıxırıq. Yəni elə 245-dən çıxırıq 180. Cavab edir 65 AZN, yəni A variantı. Keçək növbəti suala. 7-ci suala baxırıq. 7-ci sualda deyirik: Qrafikdə su çənindəki suyun həcminin zamana görə dəyişməsi göstərilmişdir. Çənə 4 saat ərzində su doldurulmuş, sonra isə doldurulan boru
bağlanıra başqa bir boru vasitəsilə boşaldılmağa başlamışdır. Əgər hər iki boru eyni anda açıq qalsaydı, tamamilə boş olan 1200 litrlik çən neçə saata dolardı? Baxın, birinci dolma vaxtına baxaq. Sonra isə boşalma vaxtını göstərib. Dolma vaxtı başlayıbdı. Biz bir dəfəni 900 götürmürük. Başladığı yerə baxırıq. Nə qədərdən başlayıb? 100 litrdən başlayıb. 100-dən gəlib 900-ə. Yəni ümumilikdə nə qədər dolub? Biz onda 900-dən çıxarıq 100-ü, yerdə qalar 800 litr. 800 litr dolubdur. Neçə saata? Baxın, 0 saat zamanında burada göstərir. 0 saatdan 4 saata. Yəni 4 saat ərzində 800 dolubsa, 1 saata nə qədər dolur? 800-ü bölərik 4-ə, düşər 200 litr dolur. Bu dolandır. İndi boşalma hissəsinə baxaq. Digəri isə artıq, bir də saniyə. Digəri isə 900-dən boşaldıb ta ki 600-ə qədər. Nə qədər boşaldıb? 900-dən çıxanda 600-ün yerdə qalır 300. 300 litr boşaldıb. Neçə saata? Saata da burada baxsaz, baxın burada qeyd olunur. 4 saatdan, yəni bu hissədən başlayıb 4 saatdan 7 saat. Yəni 4 ilə 7 arasında neçə saat var? 1, 2, 3 və ya da 7 çıxırsın 4, 3 saata. Yəni 3 saata 300 boşaldırsa, 1 saata nə qədər boşaldar? 300-ü böləndə 3-ə, bu da eləyir 100 litr boşaldar. Deməli 1 saat ərzində indi artıq ikisi birlikdə deyir. Əgər hər iki boru eyni anda açıq qalsa, ikisi birlikdə olanda biri doldurur, digəri boşaldır. 200 dolur, 100 boşalır. Hər bir saatda nə qədər dolar? 200-ü dolacaq, 100-ü boşalacaq. Deməli hər dəfə, yəni hər saatda 100-ü dolacaq. 1200 litr dolması üçün neçə saat keçməli? Onda 1200 ilə bölərik 100-ə, yerdə qalar 12. Yəni 12 saat keçməlidir. Cavabımız olur 7-ci sualda C variantı. Keçək növbəti suala. 8-ci suala baxırıq. 8-ci sualda deyir: tam hissə modelinə əsasən verilmiş 3 ədəddən birincisi ikincisindən 2,4 dəfə böyükdür. Üçüncü ədəd isə ikinci ədəddən 1,4 qədər kiçikdir. Bu 3 ədədin cəmi 15,4 olarsa, birinci ədəd ilə üçüncü ədədin fərqini tapın. Qeyd edək, 3 ədəddən söhbət gedir. Birinci, ikinci və üçüncü. Birincisi ikincisindən 2,4 dəfə böyük. Daha rahat olsun deyə mən 4/1, yəni 4-ə bölünəcəkdir. X-də götürə bilərik. Amma kəsirsiz olsun deyə mən ən azı müəyyən bir hissəsi. Biz ikinci ədədə yazarıq 4x. 2,4 nə deməkdir? Burada yazaq. 2,4 2 4-ün 8, o da bir 9. 4-də 9 deməkdir. Birinci ədəd bundan dəfə. Baxın, burada dəfə sözü var. Dəfə böyük deyəndə nə edirdik? Vururduq. Yəni biz 4x-i vursaq 4-də 9-a 4-lər gedər. Yerdə nə qalar? 9x. Yəni birinci ədəddə 9x. Yəqin bura qədər aydındır. Növbəti isə bizə deyir ki, üçüncü ədəd isə ikinci ədəddən 1,4 qədər kiçik. Artıq dəfə şərti yoxdur. Üçüncü ədəd ikinci ədəddən, yəni 4x-dan 1,4 1,4 də burada yazaq. 1,4 nə deməkdir? 1/4-ün 4, 4-də 5 qədər. Yəni bu qədər kiçik. Deməli onda 4x-dan çıxarıq biz nə qədəsin? 4x çıxırsın 4-də 5 qədər. Bu qədər kiçikdir. 4x-dan 4-də 5-in çıxanda ortaq məxrəcə gətirsək, 4-ə vuranda 4 4-ün 16, yəni 4-də 16x-dan çıxanda 4-də 5x-in yerdə qalar 4-də 11x. Üçüncü ədəd yazarıq. 4-də 11x. Əlavə artıq olan şeyləri silək. Fikrimizi qarışdırmasın. Bu hissəni də silək. Bir də saniyə. Aha. Yəqin ki, bura qədər aydın olmuş olar. Niyə bunu da çıxdıq? Çünki burada qədər idi. Bir daha qeyd edirəm. Burada isə dəfə idi. Dəfə çox deyəndə vururuq, az deyəndə bölürük. Qədər, vahid deyəndə isə çox deyirsə toplayırıq, az deyirsə çıxırıq. Neysə, davam edək. İndi isə bizə deyir ki, bu 3 ədədin cəmi 15,3/4-ə. Daha doğrusu 4-də 3-ə. 15,4/3-ü də belə yazaq. 15-i 4-ə vuranda 60, o da 3. 4-də 63 deməkdir. Bu 3 ədədin cəmi deyəndə toplayırıq. Yəni birinci ədəd 9x, üzərinə gəl ikinci ədəd 4x, üzərinə gəl üçüncü ədəd 4-də 11x.
Qeyd edirəm ki, bu kəsirləri onluq kəsirə də çevirib onluq kəsir formasında da yaza bilərsiniz. Yəni mən burada adı kəsirini yazıram, siz onluq kəsirlə də yazsaz eyni cavab almış olacaqsınız. Bərabərdir 15,4/3, yəni 4/63-ə 4/63. Burada kəsirdən azad etmək üçün hər birini 4-ə də vura bilərsiniz. Və yaxud da 9 üstə 4 bu edər 13x, üzərinə gəl 4/11x bərabərdir 4/63-ə. 4-ə vura bilərik və yaxud da 13x-i ortaq məxrəc 4-ə gətirmək üçün aşağıda 4-ə vurmalı, üstü də 4-ə. 13-ü 4-ə vuranda bu edər 52. 52 üstə də 11 bu edər 63x böl 4-ə bərabərdir 4/63-ə. Fikir versək, məxrəclər bərabərdir və yaxud da çarpaz şəkildə vursaq, x-in neçə olduğunu elə görürük. 63-ü 63-ə böləndə çarpazla vursaq eyni şeydir. X bərabərdir 1-ə. Çünki 63-ü 1-ə vursaq, yəni x-in yerinə 1 yazsaq, 4/63-ə bərabər olar. X-i 1 tapdıq. Aparıb yerinə qoyaq, ədədləri tapaq. 9 1-in 9 birinci ədəd, 4 1-in 4 ikinci ədəd, 11-i 1-ə vursaq 11, 11-i də 4-ə bölməli, 4-də 11 kimi də yazaq, heç bir fərqi yox. Formada oldu bizim ədədlərimiz və bizdən nə soruşur? Birinci ədəd ilə üçüncü ədədin fərqi. Birinci ədəd ilə üçüncü ədədin fərqi. Yazaq onda burada. Birinci ədədimiz neçə idi? 9. Çıx üçüncü ədəd 4/11. 9 4 ilə orta məxrəcə gəlsin deyə mən 4-ə vurmalıyıq. Üstə 4-ə vurarıq. Bu da bərabər elər 4/36 çıx 11. Bu da edər 4/25. 25-i 4-ə böləndə tam hissəsi düşər 6, qalıq qalar 1. Yəni 6/4-1 cavabımız olar. Yəni B variantı olmuş olar. Düşünürəm ki, maraqlı bir sual idi. Keçək növbəti suala. 9-cu suala baxırıq. Bir çəlləyin deyir 8-də 3 hissəsi su ilə doludur və bu zaman kütləsi 45 kiloqram. Çəlləyin baş hərfini yazacaq Ç, su ilə də yazıb S yazacaq. Onda olacaq çəllə, yəni qabın bir öz ağırlığı olur. Yəni qab su məsələsi kimidir. Çəllə üzərinə gəlsin. 8-də 3 su bərabərdir 45 kiloqram. Sonra isə deyir ki, çəllədəki mövcud suyun, yəni 8-də 3-ü dolu olduğuna görə həmin o 8-də 3-ün 5-də 2 hissəsi istifadə edildikdən sonra kütləsi 33 kiloqram oldu. 8-də 3-ün 5-də 2-sini tapıb, sonra 8-də 3-dən həmin ədədə çıxada bilərsiniz. Və yaxud da ağırlıq bizə hansı hissə olur? İçində qalan hissədə. Əgər 5-də 2-si istifadə olunubsa, 5-dən 2-sini çıxanda 5-də 3 hissəsi nə olar? Qalar. Nəyin 5-də 3 hissəsi qalar? 8-də 3-ün. 8-də 3-ün də 5-də 3-ünü tapmaq üçün 8-də 3-ü vurmalıyıq 5-də 3-ə. 3-ün 9, 8 5-in 40. Yəni artıq çəllə üzərinə gəlsin. 40-da 9 su həmin vaxt bərabərdir 33-ə. Və yaxud da 8-də 3-ün 5-də 2 hissəsi 3 2-ni 6, 40-da 6 edər. 8-də 3-dən də 40-da 6-sını çıxsa, yenə də 40-da 9 cavabını tapmış olarsınız. Çünki 5-ə vuranda 3 5-in 15, 15-dən 9-un çıxanda yenə də 6. Eyni şey olmuş olur. Daha doğrusu 6-sını çıxanda 9. İndi davam edək. Burada çəlləyi də tapaq, suyu da. Tərəf-tərəfə çıxanda deməli çəllələr burada gedər. Bu hissələr getdi. Böyükdən kiçik çıxar. 8-də 3-dən 40-da 9-un çıxaq. Ortaq məxrəc gətirmək üçün 5-ə vurarıq, 5-ə vurarıq. 15 15-dən 9-un çıxanda elə həmin o istifadə olunmuş hissəni tapacaqsınız. Baxın 3 5-in 15 bir dəfəni yazırıq. 15-dən çıxırsınız 9-un. 15-dən 9-un çıxanda yerdə qaldı 6. Yəni 40-da 6 bərabərdir 45-dən 30-un çıxanda 12-yə. Onda su bərabərdir 12 böl 6-ya vur 40-a. Bu eləyir 80. 80 sudur. Çəlləyi tapaq, hər hansı birində yerinə qoya bilərik. Çəllə üzərinə gəlsin. İstəyir birincisində, istəyir ikincisində, heç fərqi yox. Çəllə üzərinə gəlsin 8-də 3 su. 8-də 3 suyu 80 tapdığımıza görə s-nın yerinə 80 yazırıq. Yəni vur 80-ə bərabər 45-ə. Onda olacaq çəllə üzərinə gəlsin. 80-i 8-ə böləndə düşər 10. 13-ə vuranda 30.
bərabər 45-ə. 45-dən də 30-un çıxanda çəllək, bu da bərabər olacaq 15-ə. Çəllək də oldu 15. İndi nə deyir bizə? Boş çəlləyin kütləsi ilə. Bir saniyə. Boş çəlləyin kütləsi. Boş çəlləyin kütləsi nə qədərdir? 15. Yəni bu kütlə ilə buradan ayıraq. 15 kütləsi ilə tam dolu çəlləyin tutduğu suyun kütləsinin, tam dolu tutduğu çəlləyin suyun kütləsini deyir. Artıq içində bir də çəlləyi toplanmağa ehtiyac yoxdur. Sadəcə nə qədər tuta bilirdi həmin o çəllək? Tapdıq ki, 80 tuta bilirdi. Suyu burada qeyd etmişdik. Həmin kütlənin cəmini soruşur. 15 çəllək və 80 kiloqramda tuta biləcəyi suyun kütləsi. Cəmi nə qədər eləyir? 95 kiloqram. Yəni cavabımız olur D variantı. Keçək növbəti suala. 10-cu suala baxırıq. 10-cu sualda tənliyi verib, tənliyin kökü haqqında fikirlərdən doğru olanın bizdən soruşur. Tənliyə baxaq. Tənlikdə dedik ki, mötərizənin sağında, solunda vurma, bölmə varsa bu mötərizə aid. Yəni sarı olan hissəyə belə deyək. 1x kimi baxsaq, 62-dən neçə çıxıb 38 qalıb? Birinci onda azalan çıxılan fərqi. Onda 62-nin özündən çıxarıq 38-in. Yerdə qalar 12-dən 8 4, 5-dən 3 2, 24. Və 62-nin işimiz bitdi. İndi isə baxın. 4-ü həmin bu ifadəyə vurub, baxın buradan bura olan hissəyə vurubdur. 4-ü bura vurub və 24 alıb. 4-ü neçəyə vuranda 24 eləyir? Əksinə onda 24-ü bölürük 4-ə. Düşür 6. Artıq 4-lə də işimiz bitdi. 62 ilə də işimiz bitir. İndi isə baxın bu 1-in buradan silərik. 1 dənəsini buradan sildik. Və 15-dən baxın təkrar göstərim tam aydın olsun. 15-dən bax 1 dənəsini buradan siləndə 1 dənəsini buradan. 15 kənara çıxır da. 15-dən bu ifadəni çıxır və 6 alır. 15-dən neçə çıxanda 6 eləyir? Onda 15-in ilə özündən çıxarıq 6-sı. Qalar 9. 15-ilə də işimiz bitdi. 3-ü neçəyə vurub ki 9 alıb? Onda əksinə 9-u bölürük 3-ə, düşür 3. Yəni 3-ü 3-ə vuranda 9 eləyirdi. 3-lə də işimiz bitdi. Və sağdan soldan yenə də bir işarəsini buradan silərik, birini buradan silərik. Və mötərizənin sağı solunda bölmə işarəsi var. Deməli mötərizəyə aiddir. Onda baxın bu ortadakı hissəyə bir də sana buranı silə. Yəni 12-dən buradan bura olan ifadə 1x kimi baxsaq. 12-dən neçə çıxıb ki? 3 qalıb. Onda biz əksinə 5-ci qeyd edirik. 12-nin özündən çıxarıq 3-ün. Yerdə qalır 9. Və ifadə artıq belə oldu. 12-lə də işimiz bitdi. Nəyi böləndə 2-yə 9 düşür? 9-u vururuq 2-yə düşür 18. 2-ilə də iş bitdi. Nədən 4 çıxanda 18 eləyir? 18 üstə gəlirik 4-ü. Bu eləyir 22 və sonuncu ifadə 2-ni neçəyə vuranda 22 eləyir? 22-ni bölürük 2-yə bərabərdir 11. Yəni bir-bir göstərdim. Əslində şifahi eləyə biləcəyiniz bir şeylərdir. Yəni şifahi şəkillərə belə eləyə bilərik. 62-dən neçə çıxıb 38? Çıx 38. 24 böl 4-ə 6, 15 çıxaldı 9. 9 böl 3-ə 3. 12-dən 3-ün çıxırsınız 9. 9 üçün 18, üzərinə 4. 22, 2-yə böldünüz 11. Tənliyin kökü oldu 11. İndi baxaq varianta. Tək rəqəmli mürəkkəb ədəddir. Mürəkkəb ədədin ən azı 3 böləni olmalıdır. 11 isə 1 1-ə bölünür, bir də 11-in özünə. Sadə ədəddir, yəni sadə. Deməli A variantı doğru deyil. 3-ə qalıqsız bölünən cüt ədəddir. 3-ə qalıqlı bölünür və cüt də deyil ümumiyyətlə. Yəni ikisi də yanlışdır. Doğru deyil. 4 ilə vurduqda alınan hasil 50-dən böyükdür. 4-ü vuranda 11-ə bu edər 44. 44 50-dən böyükdürmü? Xeyr, bu da yanlış. Ən kiçik mürəkkəb ədəddən 6 vahid böyükdür. Mürəkkəb ədədini dedik ki, ən azı 3 böləni olmalıdır. Deməli 1 ədədi nə sadədir, nə mürəkkəb. Çünki 1 özünə də 1-dir, bölündüyü də 1-dir. Çünki sadə ədədin də bir qaydası var axı. Özünə və 1-ə. Özü də 1 və bölündüyü də 1. Ona görə 1 nə sadədir, nə mürəkkəb. 2 bütün cüt ədədlər deməli mürəkkəbdir 2-dən başqa. Çünki 2 1 1-ə bölünür, 1 də özünə. Sadədir. 2 sadə,
3 1-ə və deməli özünə bölünür, sadədir. 4 1-ə, özünə və 2-yə bölünür, mürəkkəb. Deməli ən kiçik mürəkkəb ədəd neçə oldu? 4 olmuş oldu. Və deyir ən kiçik mürəkkəb ədəddən 6 vahid böyük. Yəni 4-dən 6 vahid böyük. 4 üstə 6 bu eləyir 10. Amma bizdə tənliyin kökü neçədir? 11-dir. Deməli D variantı da deyil. Y variantına baxaq. Rəqəmləri hasili 1 olan sadə ədəddir. Bəli, dedik ki 11 sadə ədəddir. Çünki 11-in bölənləri 1-dir və 11-dir. Sadədir. Və rəqəmləri hasili 11-in rəqəmləri 1 və 1-dir axı. 1 vur 1-ə 1-dir. Rəqəmlər hasili 1-dir və 11 özü də sadə ədəddirmi? Bəli, sadədir. Yəni doğru variant olur Y variantı. Güman edirəm ki, aydın olmuş oldu. İzahlar yorucu olmasın deyə bu birinci hissənin izahıdır. Yəni növbəti 10 sualın izahı yenə də YouTube kanalımızda var və yaxud da bu videonun rəy bölməsində həmin linkə daxil ola bilərsiniz və yaxud da rəy bölməsində yerləşdirilən Pulsuz WhatsApp qrupunun linkinə daxil olub oradan linki götürə bilərsiniz. Telegram kanalımızdan linki götürə bilərsiniz. Və yaxud da bir dəfə elə rəy bölməsindəki linkə daxil ola bilərsiniz və ya Şamxal Sadıqlı Qızıl Sınaq 2 ikinci hissə yazıb izahı görə bilərsiniz. Növbəti izahda görüşənədək hələ ki, hələlik.